Gənclər və İdman Nazirliyinin, eləcə də Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tur zamanı media nümayəndələri rayonun tarixi, mədəni və idman infrastrukturu ilə yaxından tanış olublar. İlk olaraq Yuxarı Salahlı kəndində görkəmli şair Səməd Vurunun poeziya evini, şair və dövlət xadimi Molla Pənah Vaqifin abidəsini ziyarət ediblər. Ardınca Qazax Şəhidlər Xiyabanında vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Jurnalistlər Ada Universitetinin Qazax mərkəzinin fəaliyyəti və yaradılan təhsil imkanları barədə məlumat alıblar. Tur çərçivəsində Qazax Cümə Məscidi, Fəxri Qazaxlılar Parkı, Qazax Ədəbiyyat Muzeyi və Qazax Tarix Diyarşünaslıq Muzeyi də ziyarət olunub. Onlar həmçinin Qazax Olimpiya İdman kompleksində yaradılan şəraitlə maraqlanıb, burada görülən işlər barədə məlumatlandırılıblar. Qazaxın idman paytaxtı seçilməsi ilə əlaqədar olaraq il ərzində burada bir çox yarışın təşkil olunması planlaşdırılır. Onlardan biri də martın 11-dən 14-nə dək baş tutacaq 17 yaşa dək güləşçilərin Azərbaycan çempionatı olacaq. Qazax Olimpiya İdman kompleksinin əməkdaşı Azər Əliyev turnirə hazırlıqlar barədə danışıb. 2026-cı il Qazax rayonu idman paytaxtı seçildikdən sonra bütün federasiyalarla rayondasıq əlaqə quruldu və federasiyalarda sağ olsun idman federasiyaları Qazax rayonunda möhtəbər yarışların salınmasında böyük səy göstərdilər. Bunlardan biri də bildiyiniz kimi sərbəst güləş üzrə 15 kateqoriyası Qazax rayonunda keçiriləcəkdir Respublika çempionatı. Hazırlıq çox yüksək səviyyədə keçirilir. Qonaqların qarşılanması, onların tranzit məsələləri və eyni zamanda idmançıların hər cür şərait yaradılıbdır ki, burada bu yarış yüksək səviyyədə keçirilsin. Tatamilər və digər bütün lazımlı strukturlar beynəlxalq standartlara hazırlanmışdır. Tur proqramına uyğun olaraq Qarabağ Azərbaycandır abidə kompleksi ziyarət edilib. Daha sonra jurnalistlər Heydər Əliyev adına park və Heydər Əliyev mərkəzində olublar. Bugün isə Qazaxın 2026-cı ilin idman paytaxtı seçilməsi münasibəti ilə şəhərin mərkəzində parad təşkil olunacaq.